Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Salatu vesselamu ala Resulillahil emin. Ve alihi tahirin ve la'netullahi ala a'daihim ecma'in minel an ila qiyam yevmiddin ama ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefkahu kavli. Mevzumuz Kərbəlanın aşiqləri haqqındaydı. Oradakı sevgi və məhəbbətdən ibarət idi. Keçən səfərlərdə dinimizin bu mövzuya diqqəti barəsində danışdıq. Dinimiz sevgi mövzusunu, məhəbbət, rəhmət mövzusunu həmişə diqqət mərkəzində saxlayıb. Ümumiyyətlə, o şey ki, insanın köklü ehtiyacıdır, dəyişməz ehtiyacıdır. Din o mövzuda çox danışır, çoxlu hidayətlər eləyir, çoxlu sözlər və ayələr, ümumiyyətlə o mövzuda çox müzakirələr aparır və istəyir ki, o problemi həll etsin. Dinimizin bu xasiyyətidir. Bu mövzu həqiqətən də insanın köklü ehtiyacıdır. Və dedik ki, din sevmək və sevilmək haqqında danışarkən əsasən sevilməyin üstündə çox qalır ki, yəni insan özü hiss eləsin ki, mən sevilirəm. O zaman xoşbəxt olur. Bir tərəfli olmur da, bir tərəfli sevgi yoxdur İslamda. Platonik aşk deyirlər, o cür deyil. Deyir ki, sən sevsən də, sevməsən də, onu bil ki, sən sevilirsən. Sən Allahın sevimli bəndəsisən, sevimli məxluqusan. Allah səni sevə-sevə öz eşqi ilə, öz məhəbbəti ilə, öz rəhməti ilə yaradır. Öz əzəməti ilə, qüdrəti ilə yaradır və sənə böyük dəyər verir. Və nəfəxtu fihi min ruhi, öz ruhumdan ona üfürdüm. Yəni, biz Allahın xas bir ruhunu gəzdiririk, xas bir ruhu, Allahın xas bir ruhu bizdə var. Bu göstərir ki, biz həqiqətən də çox sevilirik. Və əsas məsələ də elə bundan ibarətdir ki, insan biləndə ki, mən sevilirəm, onda daha çox xoşbəxt olur. Yəni, bir tərəfli olanda insan xoşbəxt olmur. Əksinə, bu ona əziyyət verir. Çünki qarşı tərəf ya sevmir, ya ümumiyyətlə xəbəri yoxdur sənin sevgindən. Ona görə sənə bir əziyyət olur, sənə bir qəm gəlir o belə halda. Amma görəndə ki, qarşı tərəf sevir, mən sevilirəm, onda insan xoşbəxt olur. Allah təbarək və təala bu cür yanaşır məsələyə ki, yəni ümumiyyətlə dinimiz bu cür yanaşır məsələyə ki, yəni sən sevilirsən, bunu diqqət mərkəzində saxlayır. Biz Əhl-i Beytin əməlinə, rəftarına baxanda sevginin izlərini görürük. Yəni onların əməl və rəftarlarını diqqət mərkəzində saxlayanda, incələyəndə, indi qiymət vermək istəsək, görəsən nə ad verək buna? İnsan bir ad verir. Sevgi və məhəbbət. Yəni ancaq bu ola bilər. Başqa nə ola bilər burada? Bir insanı 30 il vadar eləsin ki, yaxşılıq eləsin. Yəni həyatı boyunca vadar eləyir ki, yaxşılıq eləyir. Ümumiyyətlə sevginin gücü və sevginin xasiyyəti budur ki, insan bezmir, insan yorulmur. Yəni, əsl sevgi nədir? Əsl sevgi odur ki, bugün bu işi gördün, sabah bezməyəsən ondan. Bugün onu sevdin, sabah ondan bezməyəsən, usanmayasan, üz döndərməyəsən ondan. Əgər belə bir hal baş verirsə, deməli, o həqiqi sevgi deyil. Ki, əksər sevgilərimiz dünyada, əksər ona görə deyirəm ki, orada istisnalar var. Əksər sevgilər bu cürdür. İnsan bugün sevdi, adətən gənclik illərində bu şeylər baş verir də. Sonra bir müddətdən sonra itir gedir o sevgi. Bəlli olur ki, o həvəs imiş. Biz əslində həvəslərimizin adını sevgi, aşk, eşq qoyuruq.
bu yanlış bir təsbitdir. Yanlış bir addır. Bu eşq deyil, bu həvəsdir, bu şəhvətdir, bu ehtirasdır. Amma biz elə bir şey, bu sevgidir, bu məhəbbətdir. Əlamət də budur ki, sabah lap evlənirsən, ailə qurursan, bir müddətdən sonra görürsən, o eşq yoxdur. O sevgi, məhəbbət qalmadı. Bunu diqqət mərkəzində saxlamalıyıq. Çünki evlənmək bir məsuliyyəti qəbul etməkdir, bir öhdəlik götürməkdir. Ona görə bu insana ağır gələ bilər. İnsan görürsən ki, bezir, hətta ayrılmağa da səbəb olur. Əsl sevginin xasiyyəti budur ki, bezməyəsən, yorulmayasan, usanmayasan, əsl sevgi budur. Bəs əsl sevginin xasiyyətidir ki, insan yorulmur. Hey daim bir işi, insan bir işi nə qədər görər? Yorulmadan, bezmədən, sevə-sevə nə qədər bir işi görə bilərsən. Elə bir işi görürsənsə, elə bir nümunə tapdınsa həyatda, bil ki, o əsl sevgidir, əsl eşqdir, onu ürəkdən istəyir, sevir. Ona görə bezmir. Dağ kimidir sanki, qalıb tərpənmir yerində. Quran-ı Kərim bu mövzunu açıqlayır və çox da gözəl açıqlayır. Buyurur ki, ey iman gətirənlər, kim sizdən mürtəd olsa, dininizdən dönsəniz, dinindən dönmək nədir? Yəni, bezdim. Da bəsdir də, nə qədər olar? Ya xoşuma gəlmir, da istəmirəm. Deyir, kimsə belə olsa, bugün etdim, bugün kömək etdim, sabah etmirəm sənə kömək. Bugün cihad etdim də sabah nə qədər olar bu? Nə qədər olar? Etmirəm. Deyir, əgər kimsə bu cür etsə, bilsin ki, فَسَوْفَ يَأْتِ اللّٰهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ Allah tezliklə elə bir xalq gətirər ki, Allah onları sevir, onlar da Allahı sevirlər. Demədi, elə bir xalq gələr ki, namazları namaz olacaq, həqiqi namaz olacaq, orucları həqiqi oruc olacaq, nə bilim, cihadları həqiqi cihad olacaq. Yox, belə bir söz demir. Birinci tanıtdırmaq istəyəndə, birinci xasiyyət budur ki, Allah onları sevir, onlar da Allahı sevirlər. Birinci xasiyyət bu olacaq. Keçən söhbətlərdə bu mövzuya toxunmuş, bu ayəyə toxunmuş deyə çox üstündə qalmıram. Məhz bu sevgi, məhəbbət gətirir onları əzillətin aləl-müminin, Allah ardınca sayır. Möminlərə qarşı təvazükar olacaqlar, kafirlərə qarşı möhkəm olacaqlar, sərt olacaqlar və Allah yolunda daim cihad edərlər. Yücahidunə fi səbilillah. Yücahidunə yəni feilin indiki gələcək zamanıdır. Yəni daim onların işi gücü bu olacaq ki, Allah yolunda cihad edərlər. Yorulmadan, bezmədən, neçə il, ömrünün sonuna qədər. Ömrünün sonuna qədər. Ziyarət-i Aşurada belə bir ifadə var. Ya Əbu Abdillah, Ya Əbu Abdillah, inni silmun limən salamakum. İnni silmun limən salamakum və harbun limən harabakum ilə yevmil qiyamə. Ya Əbu Abdillah, mən sizinlə müharibə edənlə müharibədəyəm. Ya Əbu Abdillah, sizinlə sülh eləyənlə mən sülhdəyəm. Hərb eləyənlə mən hərbdəyəm. İlā yevmil qiyamə, qiyamətə qədər. Yəni, bu nəyin ifadəsidir? Bu sevginin, məhəbbətin ifadəsidir. Yəni, mən bu yolda yorulmayacağım. Mən bu yolda bezməyəcəyəm. Mən kənara çəkilməyəcəyəm. Mənası budur. Ona görə ki, sevginin gücü, bağlılığın gücü, məhəbbətin gücü onları təhrik eləyər ki, onlar daim yorulmadan iş görəcəklər, bezməyəcəklər. Və la yaxafuna lawmata laim. Və heç vaxt heç kəsin danlağından da bu yolda qorxmayacaqlar. O necə ki, aşiqləri danlayırlar. O Məcnunu yazığı elə danlayırdılar ki, sən nə görmüsən bu Leylidə, bəsdir, sən də normal insanlar kimi həyat sür filan. Amma o isə gedirdi, dua edirdi ki, ilahi, Leylinin məhəbbətini daha da artır. Apardılar həcc
Həccə Kəbənin yanındakı dua eləsin, bu haldan çıxsın. Gördülər ki, bu dua eləyir ki, ilahi Leylinin məhəbbətini daha da çoxalt qəlbimdə. Yəni, həqiqi eşq belə olur. Yəni, heç kəs, heç bir danlaqdan qorxmayacaq. Heç kəsin danlağı onun üçün maraqlı deyil. Həqiqi eşqin əlamətidir bu. Aşura gecəsində İmam Hüseyin əleyhissalam ki, buyurdu, çıxın gedin. Onların mənlə işi var. Mən beyyətimi götürürəm. Heç bir danlaq da yoxdur sizə. Çıxın gedin. Məni tək qoyun burada. Həm dostlarına dedi, həm əhl-i beytinə dedi. Hər kəs, orada olan hər kəsə dedilər. Dedi İmam Hüseyin əleyhissalam. Hərə durdu bir sözdür. Dedi. Zuheyr ibn Qeyn'dən nəql olunur. Deyir, Zuheyr durdu ayağa. Dedi ki, ya Abdillah, əgər məni öldürsələr, sonra tikə-tikə doğrasalar, sonra yandırsalar, sonra yenə diriltsələr, sonra yenə öldürsələr, tikə-tikə doğrasalar, yandırsalar və bu işi 70 dəfə görsələr, yenə də səndən ayrılmaram. Yəni, daim mən səninlə olacağam, daim sənin yolunda cihad etməyə hazıram. Bu olur sevgi, məhəbbət, bağlılıq. Necə ki, valideyn, ata, ana övladı üçün bu işi görür, özünü fəda edir, qurban edir övladının yolunda. Sən görəndə ki, övladıma bir qılınc çəkib, bir güllə vurmaq istəyir, dərhal özünü atar onun qabağına. Ki, yəni güllə mənə dəysin, o qılınc mənə dəysin, övladıma dəyməsin. İmama da bağlılıq ondan da yüksək formada olur. O formadadır ki, yəni övladını da hətta imam yolunda, Allah yolunda qurban edirsən. Daha şiddətli formada olur. Zuheyr deyir ki, mən bu cürəm, mən bezməyəcəyəm. Yandırsalar da məni, yenə də diriltsələr və bilsəm ki, yenə də o işi görəcəklər, yenə də mən əl çəkən deyiləm. Bu olur əsl sevgi və məhəbbət. Ona görə İmam Baqir əleyhissalam buyurdu ki, həli dinu illəl hub, din sevgidən başqa bir şeydir. Xeyr, din yalnız sevgidir. İndi Əhl-i Beytin rəftarına gələk. Əhl-i Beyt əleyhimussalam insanlara hey yardım edirdilər. Hey köməkləşirdilər. Öz halalca mallarından onlara payırırdılar. Və əhalinin hamısı da onların tərəfdarı deyildilər. Heç də onların tərəfdarı olmayıblar. Deyək ki, hamısı onun dostlarıdır, yox. Hamısı da dostları deyildilər. Ümumi cəmaat idi. Yəni bir insansevərlik, bir insanın qayğısına qalmaq nümunəsini onlar qoyublar ortaya. Yəni kimliyindən asılı olmayaraq hey yardım eləyir, köməklə. Özü də ki, nə qədər olar bu, görəsən? Neçə il? Sən nə qədər birinə yardım edə bilərsən? Ya ümumiyyətlə bu yardımlıq xüsusiyyətini nə qədər davam etdirə bilərsən? Adətən insanlar yorulurlar. Ya bir müddətdən sonra deyirlər ki, bəsdir bu qədər elədim. İndi məsələn özümə də günahlayım. Belə deyirlər. Amma Əhl-i Beyt əleyhimussalam 30 il, 20 il, kim nə qədər yaşadısa, gecələr durasan, şələni götürəsən, aparasan bir-bir fəqirlərin evinə, ailələrə ruzi verəsən, qoyasan qapısında ki, üzünü də bağlayasan ki, görməsinlər, tanımasınlar səni ki, bu kimdir? Yəni, deyək ki, bunu şöhrət üçün eləyir. Şöhrət üçün eləyəndə adətən reklam eləyirlər. Amma üzünü tutur gecənin qaranlığında. Aparır, qoyur evində, qapısında, gəlir hər gün. Bu nə xasiyyətdir? Bunu hardan öyrəniblər? Bu hardan qaynaqlanır? Hardan qaynaqlanır? Bu sevgi, məhəbbətdir. Allaha və Allahın bəndələrinə olan sevgisidir. Bu ilahi olan eşq, Allaha olan eşq, Allahın yaratdıqlarına da sirayət edir. Görürsən ki, sevdiyin bir şəxsin əsərini, yazısını, xatirəsini görəndə onu əziz tutursan. Sənin üçün əziz olan bir şey var. Niyə filan kəs verib mənə?
ya sevdiyin bir şəxs verib, sən əziz tutursan, xatirəni saxlayırsan ta ömrünün sonuna qədər. Belə bir şey düşün. Allah'ı sevirsən, Allah'a aşiqsən, ona görə Allah'ın əsərlərinə diqqətçilsən, əziz tutursan onları. İnsanlar Allah'ın əsəridir. Bütün məxluqat, bütün ətraf mühit, bütün bu yer, göy Allah'ın məxluqudur. Ona görə yeri, göyə aşiqsən, yeri, göyü sevirsən, insanları sevirsən, hey yardım eləyirsən. İmam Hüseyin Aleyhisselamı dəfn eləyəndə gəlib İmam Səccada dedilər ki, ağacan, biz başa düşdük ki, İmam Hüseyin Aleyhisselamı necə şəhid eləyiblər, necə zərbələr, ox yaraları, qılınc yaraları vurublar. Hətta o atın ayaqları altında saxladılar onları. Amma eşitməmişik ki, kimsə qamçını götürüb onların kürəyinə qamçı ilə vursun, İmam Hüseyin Aleyhisselamın kürəyinə qamçı ilə vursun. Bunu eşitməmişik. O izlər nə idi elə? İmam Səccad Aleyhisselam ağladı, dedi, atam gecələr şələni götürərdi, ərzaq götürərdi, aparardı, fəqirlərin evinə qoyardı. Özü eləyərdi bunu şəxsən. Onun izidir, o kəndirin izidir. Belində iz saxlayıb onu. Belə bir insanlardır. Belə bir şəxsiyyətlərdir onlar. Bu hardan qaynaqlanır? Bu sevgi deyil, bəs nədir? İmam Səccad Aleyhisselam da həmçinin. İmam Səccad Aleyhisselamda o müsibət yoxdur ki, görməsin. Atasını gözünün qabağında şəhid elədilər, imamı. Qardaşlarını şəhid elədilər. Bütün qohumlarını şəhid elədilər. Özünü əsir apardılar, bibisini, bacılarını, yəni o qız gəlinləri, məhrəmləri, hərəmləri əsir apardılar hamısını. Bu qədər işgəncə, bu qədər zülm. Amma o heç kəsdən, yəni bütün insanlardan incimədi, küsmədi. Olur da insan görürsən ki, nə qədər bir-iki dənə haqsızlıq görəndə bütün insanlardan küsür. Da heç kəsə yaxşılıq eləmir. Amma özü görür ki, yox. İmam Səccad Aleyhisselam insanlara yardım etməyi tərk etmədi. Yenə deyirəm, bunlar hamısı dostları deyildi. Tərk etmir bu yaxşılıq etməyi. Hamısına yaxşılıq eləyir. Küsmür, bezmir heç kəsdən. Yəni bu onun sanki insanlığını ifadə eləyir bu. Yardımlaşma, köməkləşmə, insanlara yaxşı münasibət, sevgi bəsləmə. Sanki bunu eləməsə ölər, yox olar. Belə yaşayıblar. Həzrət Əli Aleyhisselama dedilər ki, nə qədər yaxşılıq eləyərsən, ehsan eləyərsən, da bəs də bu qədər. Həzrət buyurdu ki, and ol Allaha, gəl bilsən biri qəbul olub, etmərəm. Amma bilmirəm axı. Ona görə həmişə bu halda olublar. Güzəşt və fədakarlıq, bağışlamaq sevginin əlamətidir. İnsanları bağışlamaq, əff etmək. Ümumiyyətlə insanlardan heç nə güdməmək. Yaxşılığı təmənnasız etmək. Təmənnasız münasibət, təmənnasız yaxşılıq etmək. Bu əsl sevginin əlamətidir. İmam Hüseyin Aleyhisselamın şəraiti belə oldu ki, bütün bu gözəlliyi, bütün bu sevgini, bu məhəbbəti, bütün bu fədakarlığı, güzəştin hamısını orada ortaya qoya bildi, göstərə bildi, əla şəkildə göstərə bildi. Həzreti İbrahim Peyğəmbər bircə İsmailini qurban etdi. Düzdür, Allah mani oldu ona. Amma İmam Hüseyin Aleyhisselamın məktəbi, onun Kərbalası belə bir şəraitdə idi ki, o qurbanlar getdilər hamısı. Yəni orada maniyyətçilik yox idi. Hamısı getdi o qurbanlar. İmam Hüseyin Aleyhisselamın gözünün önündə övladları şəhid olur. Qardaşları şəhid olur. Qardaş övladları şəhid olur. Bacıları, qızları əsir olur. İmam Aleyhisselam özü tək tənha qalanda özünü çatdırır Fərata, istəyir oradan su içsin.
bir nəfər qışqırır ki, ya Hüseyin, sən orada su içirsən, amma qoşun hücum çəkdi hərəmə. Sən o qızlara, gəlinlərə, uşaqlara qoşun hücum çəkdi. İmam Əleyhisselam deyir, dərhal su içmədən dərhal özünü çatdırdı. Gördü ki, yox, yalan deyirmiş. Yəni qoymadı imam su içsin orada. Ondan sonra yenə də vidalaşdı. Əhl-i Beytlə, hərəmlə vidalaşdı. Xanım Zeynəblə vidalaşır, qızları ilə vidalaşır. Axırda tək tənha qalmışdı. Yəni heç kəs yox idi. Həzrəti Əbəlfəz də axırda şəhid olmuşdu. Əli Əkbər də şəhid olmuşdu. Hamısı şəhid olub. Dostlar, övladlar, Bəni Haşim, əshab hamısı şəhid olub. Onda İmam Əleyhisselam gördü ki, bunlar hücum çəkəcəklər Əhl-i Beytə, hərəmə, qızlara, Peyğəmbər qızlarına, Peyğəmbər gəlinlərinə, övladlarına hücum çəkəcəklər. Kimdir onlar? Həmən napak, yəni sözlər acizdir onları ifadə etməkdə. Kimdir qarşıda qalan insanlar? Kimdir o qoşunda iştirak edənlər? Rəhimsiz, napak, əllərindən də hər cinayət gəlir. Elə bir dəstə indi hücum çəkəcək Peyğəmbər hərəminə, Peyğəmbər Əhl-i Beytinə, Peyğəmbər qızlarına. İmam Hüseyin Əleyhisselam bunu dərd etmişdi özü üçün və həqiqətən böyük dərd idi bir kişi üçün, bir imam üçün bu böyük bir dərddir. Onda başlayır, həl min nasirin yansuruni. Bir kömək eləyən varmı mənə kömək etsin? Həl min zabbin yazubbu an harami Rasulillah. O da o nidada bu var idi. Elə bir kömək eləyən var ki, Peyğəmbər hərəmini müdafiə etsin. Elə bir adam varmı? Peyğəmbər hərəmini müdafiə etsin. Yəni Peyğəmbərin qızlarıdır o tərəfdə qalanlar. Siz də Peyğəmbərin ümmətisiniz. Elə bir adam varmı? Peyğəmbər hərəmini müdafiə etsin. Onun Əhl-i Beytini müdafiə etsin. Bu cür nida eləyirdi. Onda görürlər, bir uşaq ağlamağa başladı. Aha, gördü ki, Əli Əsgərdir. Körpə 6 aylıq bala. Bir əli qalıb, bir əli qalıb. Əlilər hamısı şəhid olub. Hayır ki, bir əli qalıb. İmam Səccad Əleyhisselam, İmam Səccadın da adı Əlidir. İbn Ziyadın məclisində İbn Ziyad onu görəndə bu kimdir? Bu Əli ibn Hüseyndir. Əli ibn Hüseyndir. Bəs Əli ibn Hüseyni Allah Kərbalada öldürmədi. İmam Səccad Əleyhisselam buyurdu ki, o mənim qardaşım idi. Onu insanlar öldürdülər. O cür cavab verir. Əlilər şəhid oldu Kərbalada. İmam Hüseyin Əleyhisselam gördü ki, Əli Əsgər qalıb. Qayıtdı xeyməyə. Xanım Zeynəbi çağırdı. Dedi, gətirin övladımı, onunla vidalaşın. Rübab heç gəlmədi. Rübab bilirdi nə olacaq, hansı hadisələr baş verəcək. Ona görə utandırmadı imamı. Verdi xanım Zeynəbə uşağı. Xanım Zeynəb gətirib verdi ağaya. İmam Hüseyin Əleyhisselam uşağı götürdü, gəldi, qaldı qoşunla üz-üzə. Dedi, ey qövm, əgər mənə rəhm eləmirsinizsə, ən azı bu uşağa rəhm eləyin. Görmürsünüz, susuzluqdan dil dodağı quruyub. Onda Hərmələ neçə 3 dənə 3 şöbəli ox gətirmişdi Kərbalaya. Ki, birini Həzrəti Abbası vurub atdan yıxmışdı yerə. Da baxdı Ömər Sədə. Ömər Səd dedi, vur. Dedi, atanı vurum ya balanı vurum. Dedi, balanı vur. İmam Hüseyin Əleyhisselamın mübarək qucağında Əli Əsgər şəhid olur. Boğazından vururlar. Deyir, ilahi, sən şahidsən. Sən baxırsan, görürsən deyə mən səbr eləyirəm.
sənin gözünün önündə bunlar baş verir deyə bu mənə təskinlikdir. Yoxsa dözmək qeyri-mümkündür. İmamın bütün hərəkətləri, bütün rəftarı Allaha olan eşqi göstərir, Allaha olan sevgini göstərir. İmam Əleyhisselam Əli Əsgəri gətirir xeyməyə, xanım Zeynəb ağlaya-ağlaya qarşılayır. Rübab görür İmam Hüseyin Əleyhisselam başını salıb aşağı. Rübab Əli Əsgərin anasıdır. İmam Hüseyin Əleyhisselam başını salıb aşağı. Rübab gəlir, deyir ki, ağacan başını qaldır. Mən də sənə qurban, Əli Əsgər də sənə qurban, hər kəs sənə qurban olsun. Esselamu aleykə ya Əbu Abdillah və aləl ərvahilləti xəllət bifinaik. Aleykə minni salamullahi əbəda, ma bəqitu və bəqiyyəl leylu və nəhar, və la cəaləhullahu axirəl əhdi minni li ziyarətikum. Esselamu aləl Hüseyin və alə Ali ibn Hüseyin وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته.